Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün MİQ imtahanlarında istifadə olunmuş bəzi kub məsələlərinin izahını verəcəm. Kub və kuboid məsələlərinin izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra video qaydalar dərs qruplarına göndərilir. Eyni zamanda proqram müddəti ərzində 100-dən çox sınaq işlədilir. Bu da sizin imtahanlarda yüksək nəticə toplanmağınıza köməklik göstərilir. Endirimli yanvar qrupuna yararlanmaq istəyirsinizsə 051 644 31 54 nömrəsinə yazaraq dərslərimizə qoşula bilərsiniz və yararlana bilərsiniz. İstəyir ödənişli, istəyir ödənişsiz. Keçək suallara. İlk sual belədir ki, həcmi 216 cm kub olan kubun səthinin sahəsi eni bu kubun tilinə bərabər, hündürlüyü 12 cm, uzunluğu isə hündürlüyün 75%-nə bərabər olan kuboidin səthinin sahəsindən nə qədər azdır? Gəlin baxaq. Əgər kubun həcmi 216-dırsa, deməli kub neçə olacaq? Kubun tili olacaq 6. N oldu 6. N bu kubun tilinə bərabərdir, yazdıq. Hündürlük 12-dir. Hündürlük bərabərdir 12-yə. Uzunluq isə hündürlüyün 75%-nə bərabərdir. Yəni, deməli 12-nin vuracaq 75-ə, böləcək 100-ə. Bu bizə verəcək 9. Hündürlüyü də 9 tapdıq. Artıq bizə məlum olan hər şey var. Deməli, N 6, uzunluq 12, hündürlük isə 9-a bərabərdir. Bizə deyir ki, kuboidin səthinin sahəsi. Kuboidin səthinin sahəsini tapmaq istəyiriksə, S bərabərdir 2 vurulsun A vur B plus A vur C plus B vur C düsturundan istifadə edəcək. Bu zaman S bərabərdir 2 vurulsun 6-nı vuracaq 12-yə, 6 vur 12 üzərinə 6 vur 9 üzərinə 12 vur 9. S də bərabərdir 2 vurulsun. Deməli 6-nı 12-yə vursaq 72 üzərinə 54 üzərinə 108 və S özü nəyə bərabərdir? Toplasaq 2-yə vursaq 468 verəcək bizə. 468 kuboidin səthinin sahəsidir. İndi buranı təmizləyək. Deməli, kuboidin səthinin sahəsi oldu 468. İndi bizə deyir ki, kubun səthinin sahəsi. Əgər həcmi 216-dırsa, 216-dan biz nə tapmışdıq? Tili 6 tapmışdıq. Kubun sahəsini tapmaq üçün S bərabərdir 6A kvadratından istifadə edəcəm. Yəni 6 vurulsun 6-nın kvadratı bərabərdir. Bu da 216 verəcək. Bunların arasındakı fərqi tapacağıq. 468-dən çıxacaq nəyi? 216-nı. Aradakı fərq olacaq 252. Doğru cavabımız olacaq C variantı. Keçək digər suala. 2 nömrəli suala. Deməli, 2də 1 hissəsi dolu olan vedrəyə tili 5 cm olan kub formalı qabla 3 dəfə su tökdülər. Və vedrənin 0,8 hissəsi dolu oldu. Vedrənin həcmi qabın həcmindən nə qədər çoxdur? Demək, 2də 1 hissəsi doludur. Üzərinə tili 5 cm olan kub formalı 3 dəfə qab. Əgər ki tili 5-dirsə, V bərabərdir A kubdan istifadə edəcək. 5 vur 5 vur 5. Bu bizə verəcək neçə? 125.
Və 125-dən neçə dəfə çoxdur? 3 dəfə çoxdur. Olacaq 375. 2də biri doludur. Üzərinə 375 gəlsək, nəticə etibarilə nə olacaq? 0,8. Yəni 10-da 8 hissəsi dolu olacaq. O zaman 10-da 8-dən biz 2də biri çıxarıq. 10-da 8 çıxılsın 2də 1 bərabərdir 375-ə. Buranı 5-ə vuracam hər tərəfi. Olacaq 10-da 5. 10-da 8-dən 10-da 5 çıxanda qalır neçə? 10-da 3 hissəsi 375 olan ədəd tapıram. X də bərabərdir neçəyə? 375-i 3-ə bölüb vursaq ona 1250 olacaq. 1250 vedrənin həcmidir. Vedrənin həcmi. Yazıram bura. Vedrənin həcmi. Vedrənin həcmi oldu 1250. Bəs qabın həcmi nə qədər idi? Tili 5 idisə 125 idi. Həcmi 125. Aradakı fərqə baxacağıq. Yəni vedrənin həcmi bundan nə qədər çoxdur? 1250-dən çıxırıq 125-i, olur 1125. Oldu 1125. Keçək. Yəni doğru cavab C variantı. Keçək növbəti sualımıza. Sonra eni 2 desimetr, uzunluğu isə enindən 40% çox olan düzbucağının sahəsi ilə həcmi 512 cm kub olan kubun tam səthinin sahəsinin fərqini tapın. Aha, en verib, deməli 2 desimetrimiz 20 cm. Uzunluq bundan 40% çoxdursa, 20-nin 40% 8 eləyir, 20 ilə də 8, 28. Düzbucağının sahəsi S bərabərdir, 28-i vuracam 20-yə, bizə verəcək neçə? 560. Əgər kubun həcmi 512-dirsə, 512 hansı ədədin kubudur? 8. Və bu zaman kubun tam səthinin sahəsini istəyir bizdən. Tapaq. 6a kvadratı bərabərdir. 6 vur 8-in kvadratı 64. O da bizə verəcək 384. İndi bizdən lazım olan hissə nədir? 560-dan çıxacaq nəyi? 384-dür. Aradakı fərq 176 olacaq. Doğru cavabımız oldu B variantında. Növbəti bir sual. Deməli, sual belədir ki, bir ambara əvvəlcə 0,2 hissəsi dolu idi. Ambarın əvvəlcə 0,2 hissəsi dolu idi. Ambara ölçüləri 5 cm, 4 cm, 3 cm olan qutu ilə 4 dəfə məhsul əlavə etdikdən sonra ambarın 0,6 hissəsi doldu. Ambarın həcmi ilə qutunun həcminin cəmini tapın. Gəlin baxaq. İlk öncə ölçüləri, deməli qutunun ölçülərinin həcmini tapaq. Kub formalıdırsa, o zaman kuboid formalıdırsa V bərabərdir A vur B vur C. Yəni 5 vur 4 vur 3. Bizə verəcək 60. Aha. İndi 10'da 2 hissəsi doludur. Üzərinə 60'ı 4 dəfə məhsul deyir əlavə elədik. 60'ı vuracam 4'ə 240. Üzərinə 240 gəlsəm ambarın 10'da 6 hissəsi də olacaq. O zaman 10'da 6'dan 10'da 2'ni çıxsaq qalacaq 10'da 4 hissə. 10'da 4 hissəsi 240 olan ədəd tapaq. 240'ı bölərik 4'ə 60. X də bizə verəcək 600. Bu oldu nə? Ambarın həcmi. Bəs bizdən nə istəyirdi? Ambarın həcmi ilə qutunun həcminin cəmi. Qutunun həcmini biz tapmışdıq 60. Bu zaman 60 ilə 600'ü toplayacağıq. 600 ilə 60'ı toplasaq 660 metr kub verəcək. Doğru cavabımız olacaq E variantı. Növbəti bir suala baxaq. Deyir ki, düzbucaqlı paralellepipedin tilləri 8, 9 və 3 cm-dir. Həcmi bu düzbucaqlı paralellepipedin həcminə bərabər olan kubun tili neçə santimetrdir?
Əgər ki düzbucaqlı paralelipipedin deməli kuboiddən söhbət gedir. Bunun həcmi tilləri verib burada 8, 9, 3. V bərabərdir A vur B vur C. Yəni 8 vur 9 vur 3. Bizə verəcək ümumi həcmi tapmalıyıq. 216. Aha. Əgər 216 santimetr kub həcmi bu kubun düzbucaqlı paralelipipedin həcminə bərabər olan kubun tili neçə santimetrdir? V bərabərdir A kub. Nəyə bərabərdir? 216-ya. A kub 216-dırsa, A özü bərabər olacaq 6-ya. Deməli, kubun tili neçə santimetrmiş? 6 santimetr. Növbəti bir sual. Ölçüləri 5 cm, 6 cm və 8 cm olan kuboiddən ölçüləri 2 cm, 4 cm və 5 cm olan kuboid kəsib götürdülər. Qalan fiqurun həcmi neçə santimetr kub olar? Deməli, kuboiddən ölçüləri, yəni deyək ki, bir kiçik hissəni kəsib götürüblər. Baxaq görək nə qalacaq. V bərabərdir. Bunun həcmini tapaq. 5 vur 6 vur 8. 5 6 30, o da 8, 240. Sonra ölçüləri 2 cm, 4 cm və 5 cm kuboid kəsdilər. Yenə də V bərabərdir. 2 vurulsun 4 vurulsun 5. 2 4-ün 8, 8 5-ün 40. Hə, biz 240-dan 40-ın çıxacaq, kəsib götürəcəyik. Qalacaq yerdə 200. Yəni yerdə qalan fiqurun həcmi olacaq 200. Doğru cavabımız olacaq C variantı. Daha çox istifadə olunan sual tiplərini sizin diqqətinizə çatdırdım. Sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənədək.